Salam dostlar, bu videoda mən sizə 25 may 2025-ci il blok imtahanı coğrafya fənnindən sualları izah edəcəm. Gəlin başlayaq. 31-ci sualda deyilir, doğru olmayan ifadələri müəyyən edin. Ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik qalxması eyni təbii vilayət daxilindədir. Bəli, bu düzgündür. Böyük Qafqaz vilayəti. 2. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazilər, filiz faydalı qazıntılar geniş yayılmışdır. Bu fikir səhvdir. 3. Orta Araz əyilməsi sonrasında qara metal xammalı hasil edilir. Fikri səhvdir. 4. Kürd arası çökəkliyi zonasında orientasyon relief formalarına rast gəlinir. Doğrudur. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesləri aktiv şəkildə özünü göstərir. Bu da doğrudur. Səhv olanlar 2 və 3-dür. Düzgün cavab B variantı. 32-ci suala baxaq. Xəritə sxemdə ştrixlənmiş ölkə üçün doğru olan fikirləri müəyyən edin. Bura baxdıqda ştrixlənmiş ölkəmiz Argentinadır. Gəlin Argentinaya aid olan doğru fikirləri seçək. Qərb hissəsində əhalinin sıxlığı daha çoxdur. Fikri yanlışdır. Əhali daha çox burada, yəni sahil boyu ərazidə, şərq hissədə məskunlaşmışdır. 2. Şəkər çoğunduru pambıq və cütun əsas ixracatçısıdır. Fikri yanlışdır. Pambıq və cüt bura aid deyil. Məhsuldar qırmızı qara torpaqlar yayılıb. Fikri doğrudur. Subtropik iqlim qurşağının bərabər rütubətli iqlim tipi yayılmışdır. Fikri doğrudur. Pampa zonası. Demoqrafik keçidin birinci mərhələsindədir. Fikri səhvdir. Argentina demoqrafik keçidin 3-cü mərhələsindədir. Çayların qidalanmasında yağışları üstünlük təşkil edir. Fikri isə bəli, doğrudur. Düzgün cavabımız olacaq 3, 4, 6 C variantı. 33-cü sual. Uyğunluğu müəyyən edin. Tataristan, Xakkasiya və Kabarda-Balkar. Gəlin baxaq. A. Sənaye tullantıları Volqa çayını çirkləndirir. Bu aid olacaq Tataristana. 1 A. Ərazisində yenidən fəallaşmış deməli dağlar yerləşir. Bu dağlar Altay Sayan dağlarıdır. Bu gedəcək Xakkasiyaya 2 B. Şimali Qafqaz regionunda yerləşir Kabarda-Balkar. 3 C. Dağ turizminin inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Bu da Kabarda-Balkar olacaq 3 D. Seismik cəhətdən sabit ərazidə yerləşir. Bu isə aiddir Tataristana. Deməli 1 Y, 1 A Y, 2 B, 3 C D. Düzgün cavab olacaq B variantı. 34-cü sual. Orta Araz vilayəti, Kürd çökəkliyi vilayəti, Lənkəran vilayəti. Gəlin baxaq. Çay əmələ gəlmə imkanı məhdud olsa da illik çay axımı böyükdür. Bu aiddir Kürd çökəkliyi vilayətinə. 2-yə gedəcək A. Nival landşaft yaranır Orta Araz vilayətində. 1-ə gedəcək B. Ərazisinin böyük hissəsində mülayim isti iqlim hakimdir. Bu Lənkəran vilayətidir. 3 C. Həm filiz, həm də qeyri-filiz ehtiyatlara malikdir. Bu aid olacaq Orta Araz vilayətinə. 1 D. Ərazisində həm meşə, həm də çöl landşaftı mühafizə etdiyi qoruqlar vardır. Bu da təbii ki Kürd çökəkliyi vilayətinə aid olacaq. Deməli 2 Y. Və düzgün cavab 1 B D, 2 A Y, 3 C. Yəni Y variantı. 35-ci sualda deyilir ki, İler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Baxaq. Afrikada yayılmışdır. Deməli, Afrikada həm savanna və seyrək meşələr, həm də ki, codyarpaqlı deməli meşələrə rast gəlinir. O zaman A gedəcək 1-ə. Parana çayı hövzəsində yayılmışdır. Parana çayı hövzəsində həm savanna, seyrək meşələr, həm də meşə çöl və çöllər yaranıb, daha doğrusu yayılıb. 2 B. Tropik hava kütlələrinin təsirinə məruz qalır. Deməli, tropik hava kütlələrinin hər üçü məruz qala bilər. 4 C. Avropa qitəsində yayılmışdır. Meşə çöl və codyarpaqlı meşələr. Bilirik ki, deməli, Avropada savanna yoxdur. Daha sonra Cənub-Şərqi Asiya regionunda rast gəlinmir. Deməli, bunlardan meşə çöl və codyarpaqlı meşələr Cənub-Şərqi Asiya regionunda rast gəlinməyəcək. 3-ə getdi Y. Kənd təsərrüfatının inkişafı üçün əlverişli deməli aqroiqlim ehtiyatları vardır. Bu isə hər üçünə aiddir. 4-ə gedəcək F. Düzgün variantımız olacaq 1 A, 2
deməli 1A, 2B, 3D, 4C və F düzgün cavab C variantı. 36-cı sual. Daimi qar xətti sxemlərinə əsasən doğru fikri müəyyən edin. Burada bizə 2 dağ verib. K dağı 5550 metr, L dağı isə 300 metrdədir qar xətti. Buna əsasən biz baxsaq görərik ki, deməli L dağında cənub yamacı daha yüksəkdə olduğuna görə bu şimal yarımkürəsində yerləşəcək. K dağı isə cənuba daha çox meyl olduğuna, yüksək olduğuna görə cənub yarımkürəsində yerləşəcək və həmçində bu 5500 metr hündürlükdən gedirsə bu tropik demək zona olacaqdır. Bu variantlara baxdığımız zaman düzgün cavabımız olur C variantı. L dağının yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Çünki qütbə daha yaxındır. 37-ci sual çox sadə bir sualdır. Horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyini tapın. Deməli, bu hesablamaq üçün 370-dən 340-ı çıxırıq. Cavabı tapırıq deməli 30 metr və bunların arasında 3 demək ara məsafə olduğuna görə 30-u 3-ə bölürük və kəsmə yüksəkliyinin 10 metr olduğunu tapırıq. Sıx horizontallar isə cənub-qərb istiqamətində daha çox çəkildiyinə görə yamacın dik hissəsi buradır və kəsmə yüksəkliyi də 10 metrdir. Düzgün cavabımız olacaq cənub-qərb və 10 metr C variantı. 38-ci suala baxaq. Cədvəldə verilmiş əlamətlərə görə ölkələrlə bağlı doğru fikirləri müəyyən edin. Adam başına düşən ümumdaxili məhsulun dəyəri A ölkəsində 5800 ABŞ dollardır, B ölkəsində 45.000-dir. Buradan biz tapırıq ki, deməli bizdə B ölkəsi olacaq inkişaf etmiş ölkə. Deməli B inkişaf etmiş ölkə, A ölkəsi isə inkişaf etməkdə olan ölkə olacaq. Əmək ehtiyatları iqtisadi fəal əhalinin payı deməli 55% demək A ölkəsində, B ölkəsində 85%, aşağı yaş qrupunun payı deməli 38% A ölkəsində, 14% B ölkəsində, iqtisadiyyatın birinci sektorunda deməli çalışanların payı faizlə 65% A-da, B-də isə 15%. Gəlin bunlara əsasən tapaq. A ölkəsi demoqrafik keçidin ikinci mərhələsindədir fikri deməli doğrudur. 2. B ölkəsində təbii artımın azalması üçün demografik siyasət aparılır. Bu fikir yanlışdır. B əksinə demografik siyasət artırılmağa görə aparılır. B ölkəsində təbii artımın birinci tipi xarakterikdir fikri deməli doğrudur, çünki bu inkişaf etmiş ölkədir. A ölkəsində suburbanizasiya prosesi daha intensivdir. Fikir isə səhvdir, burada yalançı urbanizasiyadır. B ölkəsi xidmət sahələri ilə daha yaxşı təmin olunmuşdur. Fikri doğrudur, çünki bu inkişaf etmiş ölkədir. A ölkəsində kənd təsərrüfatı ancaq əmtəə xarakterlidir. Fikri səhvdir. Burada deməli inkişaf etməkdə olan ölkələrdə istehlakdır. O zaman düzgün cavabımız olacaq 1, 3, 5 D variantı. 39-cu sualda xəritə sxemdə işarələnmiş iqtisadi rayonların oxşar və fərqli xüsusiyyətlərini müəyyən etmək tələb olunur. Burada deməli Şəki Zaqatala, daha sonra Quba Xaçmaz, deməli Quba Xaçmaz və Naxçıvan deməli iqtisadi rayonlardır. Bunların bir oxşar, iki fərqli. Gəlin baxaq. Suvarma şəraitində əkinçilik inkişaf etmişdir. 2-də isə yay otlaqlarında heyvandarlığın inkişafı üçün imkanlar mövcuddur. Bu oxşar olduğuna görə səhvdir, çünki bizdə 2-ni fərqli xüsusiyyətlər olaraq istəyir. B variantında neft, təbii qaz, əsas faydalı qazın ehtiyatlardır. Bu deməli oxşar xüsusiyyət deyil. Ərazisində birincidə ad paleozoyaşlı vulkanogen çökmə suxular genişlənmişdir fikri eyni deyil. Bütövlükdə tektonik qalxma zonasında yerləşir ki, dağ meşə landşaftı bütöv qurşaq təşkil edir. Bu fikir səhvdir. Ərazilərində buzlaq və qar ərintiləri ilə qidalanan çaylar keçir. Bəli, yağıntıları bərabər mülayim isti iqlim yəni müşahidə olunur. Düzdür. Düzgün cavab E variantı. 40-cı sual qoruqlarla bağlı sualdır. Deyir ki, doğru sıraları müəyyən edin. Deməli, Göygöl, yerləşdiyiniz rayon Göygöl düzdür.
fiziki coğrafi rayon Gəncə mühafizə edilən komponentlər Qarmaqvari, Şam. Bu fikir doğrudur. İkinci Türyançay, Ağdaş düzdür. Ceyrançay, Acınahor, Ardac və Saqqız ağacı düzdür. Üçüncü Qızılağac, deməli İmişli də yerləşmir, Lənkəranda yerləşir, səhvdir. Dördüncü Şirvan, Şamaxıda deyil, Salyan Neftçiləri arasında düşür. 5 Qaragöl, Zəngilanda deyil, Laçındadır, bu da səhvdir. 6 Ağgöl, Ağcabədədir, Kürarası fiziki coğrafi rayonunda su quşları mühafizə olunur, düzgündür. Doğru cavab olacaq 1, 2, 6 B variantı. 41-ci sual məsələdir. Ölkə əhalisinin sayı 12 milyon nəfərdir. Bir ildən sonra əhalinin sayı 12,1 milyon nəfərə çatmışdı. Artımın 40 min nəfər mexaniki artım hesabına olmuşdu. Orta illik təbii artımı, yəni hər 1000 nəfərə düşən əhalinin sayını hesablayın. İlk öncə biz demək 12,1 milyondan 12-ni çıxacağıq, yəni 12 milyonu çıxacağıq, bu da tapacağıq 100 min nəfər. Daha sonra 100 min nəfərdən 40 mini çıxırıq. Yəni 40 min mexaniki artımdırsa 40 mini çıxıb biz buradan 60 min təbii artımı tapırıq. Daha sonra demək bizim 1000 nəfərə düşəni istəyirsə, əgər 12 milyon nəfərə deməli təbii artım 60 min olarsa 1000 nəfərə x olacaq. Burada tənasibi hesabladıqda x-i 5 nəfər tapırıq. Düzgün cavab A variantı. 42-ci suala baxaq. Sxemə əsasən təzyiq sahəsinə aid olduğu fikirləri müəyyən edin. Sxemə əsasən bunun biz baxdıqda siklon olduğunu müəyyən edirik. Gəlin baxaq. Mərkəzdə alçaq təzyiq sahəsi mövcuddur. Bu siklona aid fikirdir. Cənub yarımkürəsi üçün xarakterikdir. Baxsaq sxemə görək ki, bu şimal yarımkürəsi üçün xarakterikdir. Mərkəzində yüksək təzyiq sahəsi mövcuddur. Fikri səhvdir. Əksinə alçaq təzyiq sahəsi var. Aydın bulutsuz hava şəraiti formalaşdırır. Bu siklona yox, antisiklona aid olan xüsusiyyətdir. Tutqun buludlu hava şəraiti yaradır. Bu isə düzgündür. Düzgün cavab 1-5 C variantı. 43-cü sual. Dünyanın iri daş kömür ixracatçıları CAR doğrudur. Daha sonra Braziliya səhvdir, Çili səhvdir, Avstraliya doğrudur və Rusiya doğrudur. Misir səhvdir. Düzgün cavab olacaq 1-4-5 A variantı. Dünya okeanına çay və ya kanal vasitəsilə çıxışı mövcud olan göllər. Baxaq, A variantda Xəzər doğrudur. Ontario, bəli, böyük göllər sisteminə aiddir. Bu da doğrudur. Onega və Ladoqa da düzgündür. Doğru cavab A variantı. 45-ci sualda deyilir, xərdi sxemə əsasən A məntəqəsindən başlayan istiqamətlərə uyğun gələn coğrafi obyektləri düzgün sırasını müəyyən edin. Deməli, birinci A variantının adı nə deyir? 1. Mil, Muğan, demək, mil düzü, hərəmi düzü. Düzgün fikirdir bu. Daha sonra B. 3-dən vulkanik yağla gəyən düzü olmaz. 2. Şirvan düzü, yan silsilə, bu ola bilər. Düzgün fikirdir. Daha sonra 1. Gəncə Qazax düzü, Oxçuçay olmaz. 2. Qusarmaylı düzənliyi, Mazımçay, deməli bu olmaz. 3. Kürəkçay, Şahdağ silsiləsi, bəli, baxsaq görərik ki, Kürəkçay və Şahdağ uyğun gəlir. Deməli, düzgün cavabımız o zaman olacaq A, C və F, Y variantı. AB xətti üzrə relyef profilini müəyyən edin. Deməli, baxsaq, burada biz 130-u görürük və burada isə 140-ı görürük. Buna əsasən kəsmə yüksəkliyini tapa bilərik. 140-dan, deməli, 130-u çıxırıq, tapırıq 10 metr. Onu da bunların arasında 1, 2, 3, 4 ara məsafə var. Onu 4-ə bölsək, bunu tapırıq 2 tam, demək, 10,5 metr, kəsmə yüksəkliyimiz 2,5 metrdir. Bu zaman bu 130-dursa, baxın bu hissə, yəni B-dən yuxarı olan hissə olacaq 132,5. Daha sonra digər hissələrə baxsaq, burada əgər 100 demək 50 veribsə,
Burada 150'ni görürüksə, bura olacaq 152,5. Bura olacaq 155. Bura 157,5. Burası 160 metr. Demək A 160 metrdən hündür olacaq. B isə 132 metrdən aşağı olacaq. Bu demək profillərə əsasən düzgün olan B variantıdır. Baxın 160 A deməli 160-dan hündür, B isə 100 demək 32-yə yaxın bir nöqtədə yerləşəcək. 147-ci suala bax. 47-ci sual məsələ tipli tapşırıqdır. 2005-ci ildə ölkədə ümumi əhalinin sayı 8.300.000 nəfər, kənd əhalisi 3.984.000 nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini müəyyən edin. İlk öncə gəlin deməli tapaq. 8,3 milyon deməli 100% olarsa 3.984.000 x olar. Burada x-i 48% tapırıq. Yəni 48% bu kənd əhalisidir. Kənd əhalisini tapmış oluruq və 100-dən də 48-i çıxsaq 52%. Bu isə şəhər əhalisidir. Yəni urbanizasiya göstəricisidir. Düzgün cavab D variantı. 48-ci sualda deyir ki, xəritə sxemdə rəqəmlərlə verilən ölkələrə aid olan xüsusiyyətləri müəyyən edin. Gəlin ölkələri müəyyən edək. Birinci ölkəmiz Almaniyadır. İkinci ölkəmiz İspaniyadır. Üçüncü ölkəmiz Türkiyə. Dördüncü ölkəmiz Braziliya. Beşinci ölkəmiz Avstraliya. Altıncı ölkəmiz isə Meksika olacaq. Gəlin baxaq indi variantlara. 1, 3, 5 təsərrüfatda hasilat sənayesinin payı üstündür. Fikri səhvdir. Çünki Almaniya deməli inkişaf etmiş ölkədir və burada emal edici sənaye üstündür. 2, 3, 4, 6 yəni ki Türkiyə, Braziliya və Meksika yalancı urbanizasiya düzgün fikirdir. Çünki bunlar inkişaf etməkdə olan ölkədir. 2, 4, 6 əhalisi Hind-Avropa dil ailəsinin eyni dil qrupuna məxsusdur. 2, 4, 6-da baxsaq bura deməli İspaniya, Braziliya və Meksika düzdür Roman dil ailəsinə aiddir. Bu fikir doğrudur. 5-ci 1, 5, daha doğrusu 4, 2, 4, 5 köçürmə kapitalist ölkələr olmaqla yanaşı əsas immiqrasiya mərkəzidir fikri səhvdir. Burada İspaniya aid deyil. 1, 5, 6 inzibati ərazi qonşuluqları federativ ölkədir. Bəli, doğrudur. Deməli, düzgün cavabımız olacaq 2, 3, 5 A variantı. 49-cu sualda deyir ki, Gəncə, Qarabağ, Şamaxı fiziki coğrafi rayonlarında qışın sonu, yazın əvvəli taxıl əkinlərinin yayılmasının səbəbi bu yazlıq taxıl hesab olunacaq bu və səbəb odur ki, qışın soyuq və şaxtalı keçməsi. Düzgün cavab B variantı. 50-ci sualda deyilir, uyğunluğu müəyyən edin. 1. Dəmiyə əkinçiliyi üstünlüyünü təşkil edir. 2. Suvarmadan əsasən yay mövsümündə istifadə olunur. 3. Təbii şərait əkinçilik üçün əlverişsizdir. Mərkəzi düzənliklər bu gedəcək A 1-ə gedəcək. Dəmiyə əkinçiliyi üstünlüyünü təşkil edir. B. Cənubi Avropa deməli gedəcək suvarmadan əsasən yay mövsümündə istifadə olunur. Deməli, C. Çukot yarımadası bu gedəcək təbii şərait əkinçilik üçün əlverişsizdir. Çukot yarımadası və həmçinin də Y. Alyaska yarımadası da bura gedəcək. Daha sonra burada qalacaq bir D variantı Şərqi Avropa, daha doğrusu Şərqi Asiya. Bu isə deməli heç birisinə aid deyil. Düzgün cavab olacaq 1A, 2B, 3C, Y variantı. 51-ci tapşırıq. Uyğunluğu müəyyən edin. Qışı quraq keçən mülayim isti iqlim, bütün fəslərdə bol yağıntılı soyuq iqlim, yayı quraq keçən soyuq iqlim. Deməli, Böyük Qafqazın cənub yamaçlarının dağ-dəyə və alçaq dağlıq sahələri bu deməli heç birisinə aid edilməyəcək. B. Naxçıvan Muxtar Respublikasının orta dağlıq sahələri təbii ki, yayı quraq keçən soyuq iqlimdir. B. 3-ə gedir. Böyük Qafqazın şimal-şərq yamaçının dağ-dəyə və alçaq dağlıq sahələri bu heç birisinə aid deyil. Kiçik Qafqazın dağ-dəyə və alçaq dağlıq hissələri bu aid olacaq. Qışı quraq keçən mülayim isti iqlim 1-ə gedəcək. Böyük Qafqazın cənub yamaçlarının orta və yüksək dağlıq hissələri isə gedəcək. Bütün fəslərdə bol yağıntılı iqlim Y variantı. Düzgün cavab 1D, 2Y, 3B, D variantı.
52-ci tapşırığa baxaq. Çayın mənbəyində havanın temperaturu 1,8 dərəcə, mənsəbində 24,3 dərəcədir. Çayın uzunluğu 250 km olub, dərəsində səmbək sular yayılmışdır. Bu çaya ayrılan xüsusiyyətləri müəyyən edin. Gəlin hesablamalarımızı aparaq. Deməli, ilk öncə 2 tam, deməli, 10-4-dən 1,8-i çıxsaq, tapırıq burada 22 tam, 10-5. Hündürlüyü tapsaq, bilirik ki, 1000 metrə 6 dərəcə temperatur olarsa, x-a 22,5. Buradan x-i tapacağıq. Deməli, 3750 metr. Deməli, 3750 metr. İndi bunu biz 3750-ni 250 kilometrə bölsə, yəni çayın uzunluğuna bölsə, meyilliyi taparıq. Deməli, 15 kilometr. Bu 15 kilometr demək ki, bu dağ çayıdır. Gəlin, indi baxaq. Dərəsində meandralar geniş yayılır fikri səhvdir. Hidroenerji imkanlarına malikdir fikri doğrudur. Nəqliyyat imkanları genişdir, səhvdir. Dağ çayıdır, nəqliyyat olmaz. Mənbəyi böyük sahəcə sırada yerləşir. Deməli, bu fikir səhvdir. Dağıdıcı fəaliyyəti üstündür. Təbii ki, dağ çayıdırsa dağıdıcı fəaliyyəti üstün olacaq. V şəkilli çay dərəsi yaradır. Bu da dağ çayına aiddir. Düzgün cavab 2, 5, 6 A variantı. 53-cü tapşırıq. Günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının düzgün verildiyi məntəqələri tapın. Burada deməli düstur verəcəm. Düsturda yerinə qoysaq, deməli minimum bucaq tapmaq üçün 90-dan deməli 90-dan çıxırıq. X plus 23 tam 10-5. Yerinə qoysaq verilənlərə əsasən düzgün cavabın 2, 5 və 6 olduğunu müəyyən edərik. Doğru ifadələri müəyyən edin. İslandiya və Yapon adaları təsvir havalarının divergent sərhədində yerləşir. Fikri səhvdir. İslandiya divergentdir, amma Yapon adaları konvergentdir. Daha sonra 2. Filippin sahillərini yalnız bir okean suları yuyur fikri doğrudur. Kalaxarda qum düyünləri geniş yayılmışdır fikri bəli. Doğrudur. Alp dağlarını Greenwich meridianı kəsdiyi üçün 3 yarımkürədə yerləşir. Fikri səhvdir. Greenwich Alp yox, Pireneya dağlarını kəsəcək. Atlas dağları Alp Himalaya qırışığı zonasında yerləşir. Fikri bəli. Doğrudur. McDonald və Hammerstead dağları qırışıq faylı dağlardır. Fikri səhvdir. Bunlar faylı dağlardır. Düzgün cavab olacaq 2, 3 və 5. 55-ci suala baxaq. Ixalatdan göndərilmiş səs siqnalı birinci çökəkliyin dərinliyinə gedib qayıtma müddəti 3,6 saniyə, ikinci çökəklikdə isə 5,2 saniyə olmuşdur. Çökəkliklərin dərinlikləri arasındakı fərqin neçə metr olduğunu tapın. Gəlin ilk öncə fərqi tapaq. 5,2-dən 3,6-nı çıxırıq, tapırıq. 1,6. Bunu 2-yə böləcəyik. 0,8. Daha sonra 0,8-i 1500-ə vursaq, demək, cavab taparıq 1200 metr. 56-cı sualda uyğunluq pozulmuşdur. Yəni, səhv olan variantları götürəcəyik. 1. Uçqun mənşəli Göygöl Şahdağ silsiləsində yerləşmir. Bu səhvdir, götürürük. Axmaz Sarısu Muğan düzündə xeyr, səhvdir. Bunu da götürürük. Vulkanik arkeolog vulkanik yaradı. Bu doğrudur. Bu gedir. 4. Buzlaq mənşəli Acınohor. Yansısa da Acınohor buzlaq mənşəli deyil. Bu da səhvdir. Uçqun Maral Göl Murovdağ doğrudur. Relikt Mazır Abşeyaması doğrudur. Səhvlər olacaq 1, 2 və 4. 57-də deyir ki, uyğunluğu müəyyən edin. Dağlar Sxoto-Alin, Krım və Skandinaviya və dağ əmələ gəlmə mərhələləri. Deməli, Sxoto-Alin olacaq, deməli, Kimmer qırışıqlığı B, Krım olacaq, Alp qırışıqlığı A, Skandinaviya isə olacaq, deməli, Hertzin və Kaledon D. 1B, 2A, 3C, D. Digər situasiya tipli izahı isə əlavə videoda vermişəm. YouTube kanalıma baxa bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər. Sağ olun.